Diana Downs maşından düşür və sanki marketə gəlibmiş kimi sakit bir səslə dedi: kimsə uşaqlarımı vurub. Tibb bacıları arxa qapını açanda dəhşətə gəldilər. 3 balaca uşaq qan içindədir. 7 yaşlı Charlie artıq nəfəs almırdı. Amma hər kəsi şoka salan uşaqların yarası deyil, analarının hərəkətidir. Şahidlər and içirlər ki, o xəstəxanaya maşını gətirərkən təxminən saatda 15 km sürətlə hərəkət edirdi. Uşaqları can verərkən o sanki vaxt qazanmağa çalışırdı. Niyə? Polis dərhal hadisə yerinə yollanır. Diana'nın hekayəsi artıq hazır idi. Saçı başı dağınıq adam qarşımı kəsdi, maşını saxlamamı istədi və uşaqlara atəş açdı. Amma detektivlər yolda heç bir yad təkər izi və ya ayaq izi tapmırlar. Əksinə, maşının içindəki qan izləri atəşin kənardan deyil, sürücü tərəfdən açıldığını göstərirdi. Xəstəxanada isə vəziyyət tamam fərqli idi. Tibb bacılarının dediyinə görə, anaları övladlarının ölüm ayağında olmasına baxmayaraq hönkür-hönkür ağlamaq əvəzinə güzgünün qarşısında durur, saçlarını düzəldir və kədərli üz ifadəsini məşq edirdi. Polislər nəyinsə yolunda getmədiyini artıq anlamışdı. Heç bir ana durduğu yerdə öz canından olanları güllələməz. Yoxsa edər. Həmin vaxt xəstəxanada bir möcüzə baş verdi. 8 yaşlı Kristi sağ qaldı. O, gözlərini açsa da danışa bilmirdi. Beyni ciddi şəkildə zədələnmişdi. Həkimlər uzun müddət danışa bilməyəcəyini deyirdi. Amerikada bu hadisə xeyli populyar olmuş və hamı Diana'nı yazıq və çarəsiz bir ana kimi tanıyırdı. O hər gün qızının yanına gəlir və ona baş çəkirdi. Əslində isə Kristinin ürək döyüntülərini ölçən cihazlar anası Diana otağa daxil olarkən kəskin reaksiyalar verməyə başlayırdı. Balaca qızın nəbzi 140-a qalxır, bədəni titrəyirdi. O anasına baxanda sevgi deyil, dəhşətli bir qorxu duyurdu. Diana isə Kristinin danışıb-danışmayacağını yoxlayırdı və yeganə şahidin susmasını gözləyirdi. Aylar keçir, məhkəmə günü gəlib çatır və nəhayət prokuror soruşur: Kristi, o gecə sizə yol kənarında kim atəş açdı? Zalda dərin sükut yaranır. Kristi titrəyən əlini qaldırır və zalın ortasında ona gülümsəyən məsum görünüşlü anasına tərəf uzadır. Bunu anam etdi. Hamımızı o vurdu. Bu 3 kəlmə Diana'nın qurduğu yalanları yerlə yeksan etdi. Amma böyük sual cavabsız qalır. Niyə? Məhkəmə zamanı polis Diana'nın gündəliklərini ortaya qoyur. Və budur, bütün dünyanın nəfəsini kəsən həmin o dəhşətli motiv. Diana Arizona ştatında yaşayan evli bir kişiyə, Robertə aşiq imiş. Robert isə ona bir məktub yazmışdı. Həmin məktubda cəmi bir neçə cümlə Diana'nın bütün analıq hisslərini öldürmüşdü. Mən səni sevirəm, amma uşaqlı bir qadınla heç bir zaman ciddi gələcək qurmaram. Onlar mənim üçün maneədir. Diana özü üçün seçim etmişdi. Ya uşaqları, ya aşiq olduğu kişi. Həmin gecə Diana planını həyata keçirmək üçün əsas yoldan çıxır, qaranlıq, kimsəsiz bir yola keçir. Maşını saxlayır və uşaqları güllələyir. Bir neçə dəqiqə sonra isə cinayəti üstündən atmaq üçün xəstəxanaya yollanır. Maşını yavaş, yəni saatda 15 km sürətlə sürməsinin səbəbi isə sadə idi. O, xəstəxanaya çatmamış uşaqlarının ölməsini istəyirdi. Diana Downs ömürlük həbsə məhkum edildi. O, bugün də həbsdədir və günahsız olduğunu iddia edir. Sizcə, bir ananı övlad qatil edən şey sadəcə sevgi ola bilərmi? Abunə olmağı unutma.